Salam, hər vaxtınız xeyir, hörmətli qohumlar, əzizlər, tanışlar. Biz həmişə sizə öz təsərrüfatımızdan yaxşı şeylər çəkib paylaşırdıq. Çox təəssüf ki, bugünkü çəkilişimiz insanlığa sığmayan bir hərəkətin çəkilişidir. Bizi izləyənlərə xatir çalışacağım, belə deyək də, çox özümü təmkinlə aparıb, sözlərimə ciddi fikir verim, amma vəziyyət elədir ki, mümkün deyil. Hansısa bir insan övladı necə əmələ gəldiyi məlum olmayan bizim bu gördüyünüz təsərrüfatımıza dünən yox, sırağayın axşam gəlib. Bütün yeşikləri durub ağzından dərman, içərisinə zəhər vurur. O vəziyyət budur. İndi bir-bir yeşikləri dəyişirik. Allah'ın yarattığı bu təsərrüfatda bir arının qırıb, kütləvi şəkildə qırıb. Təsərrüfat tamamilə, bu təsərrüfatımız tamamilə, baxın. Bu təsərrüfatımız tamamilə zəhərlənib. Hansısa insan övladı, amma insanlıq hərəkəti yaraşmayan bir hərəkət eləyib. Görürsünüz, bütün yer hamısı arıdır. Bax, bu boyda yeşiklərdir. Özdə üzr istəyirəm, yaxınlaşıb sənətkardır. Baxın araya. Bir dənə təsərrüfatı qırıb, buna baxın. Hansı arı güclü olubsa, zəhəri ona vurub. Yəqin ki, onun gətirdiyi zəhər bitib. O, məsəl üçün, bu arı səbət arısa da bunun heç kim bilmir. O, bunun arının girən yeri buradandır. Buna ziyan eləməyib. Amma keçib burada arı var. Buna baxın. Arılar da çox aqressivdir. Çəkiliş aparmaq mümkün deyil.